Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Qur'anın mətninə və yazısına baxmaq ibadətdir. Salamlayırıq əziz Qur'an sevərləri, dəyərli izləyiciləri. Bugünkü dərsimiz inşallah vəqf işarələridir. Adından da məlumdur. İndi keçəcəyik ki, vəqf işarələri nələrdir? Bilirsiniz ki, əvvəlcə də qeyd eləmişdik ki, Qur'an Həzrəti Cəbrail vasitəsilə Həzrəti Peyğəmbərə vəhiy vasitəsilə nazil olubdur. Və bu nazil olan zamanda Peyğəmbər həmin o ayələri çatdırırdı insanlara. Çoxlu hafizlər var idi, Qur'an-ı Kərimi əzbərləyirdilər. Sonra Qur'an yazı şəklinə salındığı zamanda ərəblər heç bir problem çəkmirdi da. Yəni dediyim kimi oxuyurdular, çünki demək olar ki, o ərəb dilində nazil olubdur Qur'an-ı Kərim. Lakin Qur'an-ı Kərim bu şəkildə İslam dini yayıldı digər ölkələrə. Bu zaman həmin o digər dilli xalqlar artıq başladılar ərəbcə Qur'an oxumağa. Və bu Qur'an oxuduqları zaman çətinliklər çəkirdilər. Ona görə bilirsiniz ki, hərəkələnmə sistemi tərtib olundu Həzrət Əlinin vasitəsilə və bu hərəkələnmə sistemi ilə artıq Qur'an-ı Kərimi digər qeyri-ərəb milləti də oxuya bilirdi. Və sonradan bir neçə müddətdən sonra da baxın bu vəqf işarələri tərtib olundu. Hərəkələrlə düzgün oxunuş idi ki, kəlmə səhv oxunmasın da, hərəkə qoyulsun ki, kəlmə düz oxunsun. Vəqf işarələri də odur ki, məsələn, Qur'an-ı Kərimdə bir ayədir, ayə çox uzundur. O ayəni oxuduğumuz zaman hardasa dayanırıq da. Baxın, bu vəqf dayanmaq deməkdir da. Elə olur ki, nəfəs çatmır, hardasa dayanırıq. O dayanmağı göstərilibdir ki, orada baxın o işarələr qoyulubdur ki, bir ayədə məsələn 3 dəhəm pauza vermək olar, hardasa və yaxud da uzun ayələrdən söhbət gedir. Qısa ayələrdə məsələn qul huvallahu əhəd. Burada nəfəs çatır, elə ayəni sona kimi deyirik. Bu birinci ayə idi məsələn. Amma elə ayələr var ki, onlar uzundur və nəfəs çatdırmaq olmur ki, başdan sona kimi oxuyasınız. İndi baxın bu işarələr ona görə lazımdır ki, bu Quran-ı Kərimdə qoyulubdur. Məsələn, inşallah Quran-ı Kərimi açsanız, orada baxasınız ki, məsələn, kiçik baxın işarələrdən qoyulubdur. İndi keçəcəyik ki, o işarələr nəyə görə qoyulubdur? Məsələn, o işarələr qoyulubdur, orada nə etməliyik, harada dayanmalıyıq? İşarələr bunlar deyil təkcə, işarələr var. Çünki bilirsiniz ki, Quran-ı Kərimdə o məşhur çaplar var ki, bir Mədinə çapı var, bir də Türkiyə. Bu yazı sistemində, yəni xəttatlıq baxımından fərqlərdir ki, orada məsəl üçün Türkiyə çapında bu vəqf işarələri bir neçə dənə var. Lakin bu Mədinə çapında onları daha da ixtisar eləyiblər ki, çox yəni fikir qarışmasın. Əsaslar hansılardır? Məsələn, onları qeyd eləyiblər. Amma biz o digər çapda, məsələn, Türkiyə çapında olan o hərflər ki var, o qoyulur, vəqf işarəsi kimi qoyulur ki, onlar nə məna bildirir, onları da inşallah gələn dərsdə deyəcəyik. Ya Allah, keçirik indi vəqf işarələri birinci. Baxın, Quran-ı Kərim oxuduğunuz zaman bu hərf çıxa bilər qarşınıza, mim hərfi. Demək, ayə bu şəkildə deyil, məsəl üçün deyirəm, Bismillahirrahmanirrahim. Məsəl üçün, burada belə, məsəl üçün deyirəm, amma kiçik mim hərfi qoyulur. Dediyim kimi, ayənin həmişə yuxarı hissəsinə fikir verin, orada qoyulur. Yəni, ayənin yuxarı hissəsində qoyulur. Bu, iqlabda keçmişik, o mim işarəsi qoyulur, ondan fərq edir. Çünki, baxın, bu yana doğru meyil edir. İqlabdakı qoyulan mim odur ki, yəni o nunu mimə çevir. Məsələn, onu inşallah ki, bilirsiniz də. Min bə'di olur, min bə'di. Orada mim qoyulur. Orada da, amma bu mim vəqf işarəsidir, qoyulubdur. Bu mim işarəsi gəldi, nə etməliyik? Məsələn, o diqqətinizi çəkəcək də, yuxarıda görəsiniz ki, mim işarəsi bu şəkildə. Mim işarəsində mütləq dayanmaq lazımdır. Baxın, yadınızda saxlayın ki, mim işarəsi ki, gəldi, ayənin ortasında bir yerdə mim işarəsi gəldi. Nəfəsiz də var, boldur, amma orada dayanmalısınız. Qaydaya uyğun olaraq dayanmalısınız. Və bu sual oluna bilər ki, bu təkcə bu işarələr o nəfəsə aiddir. Xeyr. İndi keçəcəyik ki, elə kəlmələr var ki, məsəl üçün, məna orada tamamlanır. Eləsi var ki, məsələn, orada məna tamamlanmır, biz dayanırıq. Çünki biz ərəb dilini bilmirik, yaxı, ərəb dilini bilmədiyimizdən ötəri biz harada, məsəl üçün, istədik, dayana bilmərik də. Bu
qeyd olunubdur ki, məsəl üçün, ərəb dili bilməyən kəs gəlir, əsas mənaya çatanda orada dayanır, mənaya tamamlanmır. Yəni, orada indi onu göstərəcəyik ki, harada dayanmaq lazımdır, harada dayanmaq icazəli deyil. Baxın, 2 dənə 3 nöqtə gəlib. Diqqət eləyin, bu Bəqərə surəsinin o ilk ikinci əlifləm mimdən sonraki zəlikəl kitəbu. Baxın, orada var. Diqqət eləsəniz, Fatihə surəsindən sonra Bəqərənin o ilk 1-dən 5-ci ayəsinə kimi, baxın, orada bu işarə var, 2-ci ayədə. 3 dənə nöqtələrdir, qoyulubdur, amma bir-birindən ara məsafəsi ilə qoyulubdur. Məsələn, 3 nöqtə qoyulub, arasında kəlmə gedir və yenidən 3 dənə nöqtə qoyulub. O zaman nə etməliyik? Baxın, bu işarə gəldiyi zaman 3 nöqtədən, 2 dənə 3 nöqtə var. Arasında da Quran deməkdə ayənin kəlmələridir. Gəldiyi zaman 3 nöqtələrdən hər hansısa birində dayanmalısan. Dediyim kimi, birinci fikirləşsəz ki, məsəl üçün, zəlikəl kitəbu lə raybə fih. Məsəl üçün, əgər birincidə dayandınız, niyyət elədiniz ki, məsəl üçün, ikincidə dayanıram, ikincidə dayanacam. Onda birincini keçirsiniz. Amma birincini dayanmaq istədiniz, birincidə dayandınızsa, ikincidə dayanmırsınız, keçirsiniz. Bu şəkildədir. Və yaxud da ki, heç birində dayanmadan oxuya bilərsiniz. Yəni, 2 dənə, baxın, bu 3 nöqtə ki, gəldi. Fikirləşirsiniz ki, bunlardan ikisindən birində dayanmaq olar. Hər ikisində dayanmaq olmaz. Yəni, birində dayandınızsa, digərində dayana bilməzsiniz. Və yaxud ikincidə dayandınızsa, birincidə dayana bilməzsiniz. Bu şəkildə gedir. Sonra lə. Baxın, lə işarəsi, 3-cü işarəni keçdirik. Lə gəlsə, Quran-ı Kərimdə rastlığınıza çıxacaq inşallah. Ayədir, ayənin məsələn bir hissəsində lə işarəsi qoyulubdur. Baxın, bu lə hərfidir da, ləm əlif, yəni ləm əlifdir. Ləm əlif qoyulduğu zaman nə olur? Məna baxımından bir-biri ilə əlaqəli kəlmələrin arasında qoyulur. Ona görə də dayanmaq olmaz. Yəni, ləm əlif orada qoyulubdur ki, orada məna tamamlanmır. Cümlədir ki, məsələn, ayədir da, ayə mənası tam olması üçün orada ləm əlifdə dayanmamalıyıq, keçməliyik. Dayanmaq olmaz. Diqqət edin. Əgər həmin məsələdə nəfəs çatışmamazlığı səbəbi ilə dayanılsa, məsəl üçün, o qədər uzun idi ki, orada nəfəs çatmadı, dayandım. Bir iş gördüm, dayandım. O nə deyir? Deyir, ayə əvvəldən alınmalıdır. Məsəl üçün, gəldiniz, əgər ayənin ortasındakı dayandınız, təzədən həmin o ləm əlifdə dayanmışsınız, əvvəldən, yenə biraz əvvəl, 1-2 kəlmə əvvəldən təzədən keçəsiniz, o ləm əlif olan hissəni oxuyasınız. Yəni, oradan dayanıbsınızsa, dediyim kimi, əvvəldən başlayıb oxuyasınız yenidən. Cim işarəsi gələndə nə etmək lazımdır? Cim işarəsi ilə keçmək də olar, dayanmaq da olar. Yəni, cim işarəsi ki, gəldi, onu da görəcəksiniz, caiz, yəni icazəlidir orada dayanmaq. Lakin, baxın, vurğuluyur, dayanmaq daha məqsədə uyğundur. Demək, cim işarəsi ki, gəldi, inşallah Quran-ı Kərimi açacaqsınız, rastlığınıza çox çıxacaq. Baxın, bu yuxarıda bu işarələr. İndi bir neçə işarə var, onu biz lövhəyə indi sığışdıra bilmədik, ona görə onu gələn dərsdə Allahın izni ilə izah eləyəcəm. Cim işarəsində dayanmaq daha məqsədə uyğundur. Baxın, cim işarəsidir. Dediyim kimi, görəcəksiniz, ayədir, məsəl üçün, ayənin yuxarısında qoyulur bu şəkildə. Balaca bir dənə, məsəl üçün, cim işarəsi qoyulacaq, ləm əlif qoyulacaq və s. Demək, vəqf işarələrinin birinci hissəsində bu cəsdə öyrəndik. Allah hər birinizə zihin açıqlığı və müvəffəqiyyət versin. İnşallah gələn dərslərdə görüşənədək. Vəssalamu aleykum və rəhmətullah.